Elində düyünlü zob var. Düyünlü zob təbii ki onu boğur, arxa üstə rahat yata bilmir. Bəzən görürsən çox önə çıxır, onun kosmetik gözəlliyini pozur. Və bəzən də görürsünüz ki, əksinə difuz zob var. Boğazının altında böyük bir, belə bil ki, nəsə bağlamırsan ora. Onun gözəlliyini pozur, fəaliyyətini pozur. O ki, dediyiniz o müalicə nə qədər vaxtdan bir almalıdır? O açılıdır artıq onun göstəricilərindən. Orada həm USM vasitəsilə qalxanvari vəzinin yoxlanılır, orada nə var? İkinci də orada qan analizləri göstərir. TSH necədir, T4 necədir, T3 necədir? Yəni orada o zəhərin, belə hormonların miqdarını bilirik. Ona da uyğun olaraq, fərqli, indi burada bizə də fərqli cəhət var, haqqında danışacağıq sonra. Məsələn, əməliyyat elətdin, başqa orqanlara əməliyyat elətdin, bununla bitdi, qutardı. Bunu əməliyyat elətdirdin, həyatda neçə il yaşasan, mütləq hər gün həb qəbul eləməlisən, nə qədər yaşasan. Ancaq indi biz ona müalicə əsasında deyəcəm, təbii qaydada, yəni qurbağa ilə müalicədə buna ehtiyac qalmır. Hiss eləyirsən ki, dediyim kimi, tutaq ki, hansısa simptomlar varsa, hansısa simptom varsa, o mütləq o yoxlanmalıdır. Mən sizin ünvanı qeyd eləmək istəyirəm. Premium klinikası, təbii üsulla müalicə mərkəzidir.